dostlar, əziz qardaşlar, bu günləri yenə də hara gəldik? Avropanın mərkəzi olan Danimarka ölkəsindəyik. Danimarkanın gözəlliyi görsən, Nyhavn körpüsünün üzərindən bax. Gör nə gözəl çəkiş var, gör nə gözəl gözəlliyi var. Bu gözəllik eyni zamanda baxın gözəlliyə. Gəlin ki o yana keçək. Baxın. Gözəlliyə baxın. Bir dənə əli, bir dənə mərkəzi küçəni çək. Mərkəzi küçəni. Gör nə gözəldir. Bax, bu gözəllik davam edir. Bax. Gəldik, bax. Bütün şəhər bəzəylənib. Gəl bax. Şəhərin bəzəyliyinə bax. Danimarkanın Nyhavn körpüsünün üzərindəyik. Bu körpü öz gözəlliyi ilə eyni formada bildiyiniz kimi digər ölkələrdə Avropa demək olar ki, hər yeri eyni formada bəzənmiş bir formada. Avropanın hansı ölkəsinə getsən, bu gözəllikləri görəcəksən. Danimarkanın da xüsusi gözəlliyi də bildiyiniz kimi insanların, turistlərin sayının çox olması, turistlərin sayının yetərin qədər binanın çək, binanın gözəlliyinə bax. Görürsən, nədir? Hər kəs öz tarixini qoruyub saxlayır. Ancaq biz Azərbaycan, Türkiyə olaraq tariximizi o qədər qorumuruq. Çünki qorusaydıq, bütün dünya bizim tariximiz olardı. Bildiyiniz kimi həm Osmanlı dövründə, həm də Şah İsmail dövründə olan tarixlərimiz həddindən artıq böyük və genişlik həll edirdi. Bax, gözəlliyə bax. Bax gözəlliyə. Gördünüz mü? Bura haradır? Danimarkadır. Danimarkanın bir körpüsünün üstünə bax, quş çıxdı, batdı. Su ördəkdir, yoxsa su quşu idi. Görək hardan çıxacaq quş. Bax, quşa bax, suya batdı. Görək hardan çıxacaq. Gördünüz mü gözəllikləri? Və buradan hər bir Azərbaycan türklərinə, dünya türklərinin hər birini salamlayaraq hər bir bula çıxdı oradan. Bax. Gördünüz balaca bir quşa bax. Böyüt. Gördünüz mü? Bayaq batan quş. Bax. Balaca ördəkdir ya nəsə bir quşa batdı yenə də. Ona görə buradan hər birinizi salamlayıram. Sağ olun. Gələn görüşlərə qədər.